Generator ventil val vasitəsilə şaquli hərəkəti dövrə hərəkətə çevirmə prinsipi ilə işləyir. Avtomobilin hərəkəti zamanı torpağın və ya asfalt örtüyünün hamar olmaması ilə bağlı şaquli impulslar yaranır. Bu zaman generatorun ventil valı avtomobilin çəkisi təsiri ilə aşağı düşür. Vala bərkidilmiş ötürücü müft valın aşağı düşəndə fırlanmasını blok edir. Val generatorun korpusunu fırladır, korpus isə planetar reduktorun satellitlərini fırladır. Satellitlər statora bərkidilmiş günəş dişlisini 1-in 5-ə ötürmə ədədi ilə fırladır. Nəticədə generatorun korpusu öz oxu ətrafında bir dövr etdikdə, stator korpusun fırlanma istiqamətinə nisbətən əks istiqamətdə 5 dövr edir. Bu sayədə generator dəqiqədə 500-dən çox dövr etmək və 400 voltdan çox gərginlik vermək qabiliyyətinə malik olur. Bu elektromobilin akkumulyatorlarını inverter olmadan doldurmağa imkan yaradır.